Salam uşaqlar, söz yaradıcılığının izahı ilə davam edirik. Söz yaradıcılığı və yaxud da morfemika. Morfemika nədir? Sözlərin quruluşundan, tərkibindən bəhs edən bir bölmədir. Morfemikada özü, yəni sözün tərkibi özü kök və şəkilçidən ibarətdir. Kök sözün ayrı-ayrılıqda işlənə bilən hissəsinə deyilir. Amma şəkilçi isə sözün ayrı-ayrılıqda işlənə bilməyən, leksik məna ifadə etməyən hissəsinə deyilir. Məsələn, bir söz yazaq. Məsələn, güllük. Gül sözünü biz ayrılıqda işlədə bilərik. Yəni, gül sözünün leksik mənası var. Yəni, hər hansı bir məna ifadə edir. Amma lükə baxaq, lük onun şəkilçisidir. Heç bir bunu ayrılıqda biz sözdən qıraqda biz ayrılıqda işlədə bilmirik. Lük mənası yoxdur. Leksik məna ifadə etmir. Demək, bu hissə şəkilçi olaraq işlənir. Şəkilçilər özləri iki yerə ayrılır. Leksik və qrammatik şəkilçilər. Leksik şəkilçilər, yəni söz düzəldici şəkilçilərdir. Sözlərə qoşularaq yeni mənalı söz yaradır. Elə bu sözə baxaq. Güllük sözündə gül sözün kökü, lük onun leksik şəkilçisidir. Gül deyərkən adicə bir gül nəzərdə tutulur. Amma güllük isə güllərin çox olduğu bir yer nəzərdə tutulur. Yəni, gülün çox olduğu bir yer anlaşılır. Yəni, lük onun leksik şəkilçisidir. Gül, güllük. Yəni, yeni mənalı söz yaratdı. Leksik şəkilçilər sözün mənasını dəyişən şəkilçilərdir. Amma qrammatik şəkilçilər isə sözün yalnız formasını dəyişir. Güllər. Gül sözün kökü onun qrammatik şəkilçisidir. Yalnız və yalnız formasını dəyişdi. Şəkilçilər. Demək, şəkilçilər özləri də iki yerə ayrılır. Demək, leksik şəkilçilər bir variantlı, iki variantlı, bir də 4 variantlı ola bilir. Bir variantlı şəkilçilərə baxaq. Bir variantlı, iki variantlı, bir də 4 variantlı olur. Bir variantlı şəkilçilər kar, keş, xana, yəni bu şəkilçilər bir variantlı şəkilçilərdə ahəc qanuna tabe olmadan qoşulur. Məsələn, baxaq azarkeş sözünə. Azarkeş. Baxın, azar ahəc qanuna tabedir, amma keş artırsa ahəc qanuna tabe olmayan bir söz yaranacaq. Sonra kar, məsələn, tələb. Tələb ahəc qanuna tabedir, karı artırıram, olur. Ahəc qanuna tabe olmayan bir söz yaranır. İki variantlı şəkilçilərin tərkibində açıq saitlərdə yalnız ikisi iştirak edir. A, Ə. Məsələn, lar. Sonra lar, da, dan. Bunlar qrammatik şəkilçilərdir. Demək, qrammatik şəkilçilər bir variantlı olmur. 2 variantlı, bir də 4 variantlı olur. 2 yazılır. Bunların üstündə 2 yazılmalıdır ki, yəni bilinsin ki, bu 2 variantlı şəkilçilərdir. 4 variantlı şəkilçilərin tərkibində isə du üstü 4. Yəni, qapalı saitlərin hamısı iştirak edir. Qapalı saitlər hansılar idi? I, I, U, Ü. Yəni, d, di, du, dü nəzərdə tutulur. Sonra dır üstü 4. Yəni, onun 4 variantı olmasını göstərir. Dır, dir, dur, dür. Yəni, qapalı saitlərin hamısı iştirak edir. Şəkilçilər də mənşəyinə görə 2 yerə ayrılır. Milli mənşəli şəkilçilər, bir də alınma şəkilçilər. Yəni, bu ön şəkilçilər, daha da bir variantlı şəkilçilər, bir də ön şəkilçiləri alınma şəkilçilərdir. Amma bir variantlı Azərbaycan, yəni milli, Azərbaycan dilində də milli şəkilçilərimiz var. Məsələn, sal, şın, sov, laq. Bunlar hamısı bir variantlı şəkilçilərdir. Məsələn, qumsal. Qumsal, sarışın, otlaq, uzun sov. Yəni, bu şəkilçilər bir variantlı milli şəkilçilərdir. İndi isə baxaq sözlərdə leksik və yaxud da qrammatik şəkilçinin olduğunu müəyyənləşdirməkdən ötürü onun hansı məna ifadə edib etməməsinə baxmaq lazımdır, yəni şəkilçilərin. Məsələn, əkinçi sözünə baxaq.
əkinçi, əkincilər və yaxud da. Məsələn, baxaq. Əç sözün kökü, in onun demək şəkilçisi, əç, in, ci onun leksik şəkilçisi, lər isə onun qrammatik şəkilçisidir. Əç. Əç feildir, yəni torpağı əkirsən, nə yaranır? Əkin yaranır. Əkindən də, əkini də əkən kimdir? Əkini də əkən kimdir? Əkinçi. Demək, yeni mənalı söz yaratdı. İn, bir də çin. Lər amma onun yalnız və yalnız formasını dəyişdi. Bu belə. Demək, sözün başlanğıc forması isə o idi ki, sözün başlanğıc forması, elə bu sözün üzərindən gedək. Sözün başlanğıc forması qrammatik şəkilçiyə qədər onun leksik məna bildirən hissəsidir. Qrammatik şəkilçi bu. Bundan əvvəlki hissə isə sözün başlanğıc forması hesab edilir. Lər ona qoşulan sadəcə formasını dəyişən bir şəkilçidir, amma in və ci sözün yalnız və yalnız mənasını dəyişdi. Yeni mənalı söz yaradan şəkilçilər oldu. Feillərdə isə necə tapmaq olar? Feillərdə söz, daha doğrusu hər hansısa bir sözün feil olduğunu müəyyənləşdirirsən. Məsələn, bir dənə söz yazaq. Feillərdə sözlərin tərkibində olan şəkilçilərin leksik və yaxud da qrammatik olduğunu müəyyənləşdirməkdən ötürü birinci olaraq sözün kökünü müəyyənləşdirirsən. Qarşı, qarşılamaq, ladan sonra ma artırmazdan, yəni la və yaxud da laş, bu şəkilçilərin bir şəkilçi və yaxud da ayrı-ayrı la və yaxud da ş olduğunu müəyyənləşdirməkdən ötürü hər bir hissəsinə şəkilçidən sonra maq artırılmalıdır. Əgər yeni bir mənalı söz yaranırsa, demək burada la leksik şəkilçidir. Baxaq indi. Məsələn, qarşı, qarşılamaq, yeni mənalı söz yarandı. Qarşılaşmaq, yeni mənalı söz yaratdısa, demək bu da leksik şəkilçidir. Qarşılaşdırmaq, görürsünüz, heç bir mənası yoxdur. Yəni, qarşılaşdırmaq, yenə də, görürsünüz, yeni bir məna yoxdur. Demək ki, bu d da ayrı bir qrammatik şəkilçidir, m da ayrı bir qrammatik şəkilçidir. Sözlərin quruluşca növləri. Sözlərin quruluşca 3 növ var. Sadə, düzəltmə, mürəkkəb. Sadə sözlər kök və qrammatik şəkilçidən ibarətdir. Məsələn, kitab, dəftər, qələm. Buna qrammatik şəkilçi də artırsa, məsələn, kitab, kitablar. Bunda yenə bu sözlər yenə də sadə olaraq qalacaq. Çünki öyrəndik axı, qrammatik şəkilçilər sözün yalnız formasını dəyişir. Yəni, formasını dəyişdiyinə görə, yeni mənalı söz olmadığına görə, söz yaranmadığına görə həmin sözlər sadə sözlər hesab olunur. Amma düzəltmə sözləri isə kök və leksik şəkilçidən ibarətdir. Yəni, əkinçi sözünə baxaq. Əkinçi. Sonra cüdan. Baxaq. Kök və leksik şəkilçidən ibarətdir. Əc sözün kökü, in, ci. Demək, bu söz leksik şəkilçilər olan düzəltmə sözdür. Gül, bir də dan. Dan yenə də leksik şəkilçidir və düzəltmə söz yarandı. Mürəkkəb söz isə 2 və daha artıq sözün birləşərək bir söz əmələ gətirməsidir. Mürəkkəb sözlər müxtəlif yollarla yaranır. 2 müxtəlif mənalı sözün birləşərək bir söz əmələ gətirməsi ilə. Məsələn, ayaqqabı, kəklik otu. Baxaq, ayaq bir də qab sözü birləşərək bir söz əmələ gətirib. Kəklik bir də otu sözü birləşərək bir söz əmələ gətirib. Demək, əkinçi sözünə baxaq. Əkinçi sözündə düzəltmədir, düzdür. Buna biz qrammatik şəkilçi artırsaq, sözün demək, düzəltmə sözə şəkilçi artırsaq, yenə də öz düzəltmə olduğunu saxlayacaq. Və yaxud da ayaqqabı sözünə leksik şəkilçi artırsaq, ayaqqabı, ayaqqabıcı.
Leksik şəkilçisi artırsaq da yenə də öz mürəkkəb söz olduğunu saxlayacaq. Mürəkkəb sözün başqa yaranma yollarına baxaq. Məsələn, yaxın mənalı sözlərin birləşməsi ilə. Kitab, dəftər. Bu sözlər defislə yazılacaq. Əks mənalı sözlərin birləşməsi ilə. İrəli, geri. Yenə də bu sözlər defislə yazılacaq. Qeyri sözünün iştirakı ilə. Qeyri, müəyyən. Yəni bu sözlər də hamısı defislə yazılacaq. Demək, mürəkkəb sözü nə oldu? İlk və ya da artıq sözün birləşərək bir leksik mənalı söz əmələ gətirməsidir. Eyni köklü sözləri izah ilə davam edək. Eyni köklü sözlər odur ki, eyni bir kökdən ibarət olan düzəltmə sözlər nəzərdə tutulur. Baxaq nümunələrə. Evli, evdar, evcik, bir də evdən. Bu sözləri kök və şəkilçiyə ayıraq. Evli onun leksik şəkilçisi. Ev, kökü, dar onun şəkilçisi. Ev yenə sözün kökü. Cik onun leksik şəkilçisi. Amma bu sözə baxaq. Bu üç sözə baxaq. Birinci, sonra buna baxarıq. Evli, evdar, evcik. Demək, bu sözlərin tərkibində iki şəkilçilər hamısı leksik şəkilçidir. Bu sözlər demək eyni sözün kökü də eyni bir nik hissəsinə aiddir. Yəni eyni bir məna ifadə edir. Amma bu sözə baxaq. Ev, evdən. Amma bu sözdə isə dən bunun qrammatik şəkilçisi olduğuna görə evdən sözü bu digər bir üç sözlə eyni köklü ola bilməz. Çünki bunun tərkibində dən qrammatik şəkilçidir. Dən yəni sözün formasını dəyişib, yəni yeni mənalı söz yaranmadığına görə bu sözlər evdən sözü digər bu üç sözlə birlikdə eyni köklü söz ola bilməz. Amma bu digər üç söz özü eyni köklü sözlər sırasına daxil edilir. İndi buna baxaq. Gülçü. Gül sözün kökü çü onun leksik şəkilçisi. Gül yenə sözün kökü dan onun şəkilçisi. Gül sözün kökü lər onun qrammatik şəkilçisi. Baxaq. Gül. Gül görürük kökləri eyni mənalıdır. Yenə də kökləri eyni mənalıdır. Amma baxaq, bunun tərkibində leksik şəkilçisi var. Güldan sözünün tərkibində dan şəkilçisi leksik şəkilçisi. Güllər sözünün tərkibində lər isə qrammatik şəkilçisi olduğuna görə güllər sözü gülçü və güldan sözləri ilə eyni köklü ola bilməz. Bura yazaq, məsələn, gülüş sözünü. İndi baxaq. Gül sözün kökü iş onun leksik şəkilçisi. Baxaq, indi görək. Gülüş sözü bu güldan, gülçü sözü ilə eyni köklüdürmü? Xeyr. Baxaq indi. Gül sözü, burada gül feildir. Gülmək. Gülməyin gülüdür də bu. Yəni bu güllə bu gül eyni mənalı deyil. Çünki gül burada isimdir. Güldan sözündəki gül isimdir. Amma gülüş sözünün kökündəki gül feildir. Yəni bu sözlərin eyni köklü olmağı üçün gül sözü, yəni sözün kökü eyni məna ilə bağlı olmalıdır. Üç isə onun qrammatik, leksik şəkilçisidir. Amma gülüş sözü güldan, gülçü sözləri ilə eyni köklü ola bilməz. İndi bu sözlərə baxaq. Sıxılmaq, bir də sıxıntı sözünə baxaq. Sıxılmaq, bir də sıxlıq sözünə baxaq. Sıxılmaq sözündə sıx sözün köküdür. Il onun şəkilçisi, maq qrammatik şəkilçidir. Sıx yenə də sözün kökü, lıq onun şəkilçisi. Görək, indi bu sözlər bir-biri ilə eyni köklüdürmü? Sıxılmaq, sıx, sıxmaq, sıx, sıxılmaq. Demək, bu sözün kökündəki sıx hansı nik hissəsi olacaq? Feil olacaq. Əgər bu sıxın feil olduğunu müəyyənləşdirmək istəyiriksə, əgər bilmirikdə bu feildir, yoxsa sıx sifətidir. Bunun sıxılmaq ıl şəkilçisini başqa bir sözə əlavə edirik. Məsələn, əz. Əz sözünə bu il şəkilçisini əlavə edək. Əzil. Demək, bu əz il şəkilçisi digər bir feilə qoşuldusa, demək bu sıx sözü feildir.
Amma sıxlıq sözünə baxaq. Bu sıx, amma sıx, yəni burada sifətdir. Sözün kökü sifətdir. Sıx sifətidir. Lıq şəkilçisində qoşuq oldu, isim yaratdı. Amma bu sözün kökündəki sıx feili ilə sıx sifəti bir-biri ilə eyni köklü ola bilməz. Çünki ayrı-ayrı nitq hissəsidir və ayrı-ayrı bir mənanı ifadə eləyir. Əgər bu sıxın, bu sıx sözünün sifət olduğunu, bu sözlə eyni köklü olmadığını müəyyənləşdirməkdən ötürü sıx sözünə, daha doğrusu lıq şəkilçisini başqa bir sifətə əlavə edirik. Məsələn, pis və yaxud da yaxşı. İndi baxaq, pis gətiririk lıq, lik artırırıq, lıq, lik, lıq, lük. Bu şəkilçi 4 variantlı şəkilçidir. Yaxşı, lıq. Demək, bu lıq şəkilçisi sifətlərə artırılan şəkilçidir, amma il şəkilçisi isə feillərə artırılan şəkilçidir. Ona görə də sıxılmaq bir də sıxlıq sözünün kökü eyni köklü ola bilməz. Yəni kökləri eyni köklü söz deyil. Çünki kökləri eyni mənanı ifadə eləmir. Biri sıx feili, digəri isə sıx sifətidir.